Bu doğrama lövhələrini gördüyünüz bu köhnə taxtalardan hazırlayıram. Əgər köhnə taxtalara necə yeni həyat verdiyim sizə maraqlıdırsa, o zaman videonu sona qədər izləyin. Bu dəfə yenə fərqli ölçüdə doğrama taxtaları hazırladım. Həmişəki kimi taxtalara istədiyim formanı verib kəsirəm, sonra isə onları yaxşı-yaxşı rəndələyirəm. Sonda yağlayıram. İstifadə etdiyim yağ xüsusi doğrama taxtası üçün nəzərdə tutulan mineral yağdır. Yeni aldığım qaynaq cihazı ilə taxtanı yandıraraq üzərində bu dəfə naxış vermək qərarına gəldim. Qeyd edim ki, bu cihazın köməyi ilə hədiyyəlik sifarişlərə istənilən ad və yaxud da frazalar yazdırmaq mümkündür. Sizcə bu naxış necə alındı? Və beləliklə işi başa vurdum. Bu da yeni doğrama lövhələri. Bundan təqdimat lövhələri kimi də istifadə etmək mümkündür. Sizin fikirləriniz həmişə mənim üçün maraqlıdır. Bu dəfə nəyi bəyəndiniz və yaxud da nəyi bəyənmədiniz? Hansı doğrama taxta modeli daha çox ürəyinizə yatdı?